seçki dairəsi üzrə 19,9, 5 saylı Şahbuz Babək seçki dairəsi üzrə 18,9, 6 saylı Culfa Babək 18,5, 7 saylı Ordubad Culfa 17,6, 8 saylı Binəqədi 1-ci 11,1, 9 saylı Binəqədi 2-ci 8,6, 10 saylı Binəqədi 3-cü 9, 11 saylı Qaradağ 11,2, 12 saylı Qaradağ Binəqədi Yasamal seçki dairəsi 12,1, 13 saylı Xəzər Pirallahı seçki dairəsi üzrə 18,6, 14 saylı Xəzər seçki dairəsi üzrə seçicilərin 23,1%, 15 saylı Yasamal 1-ci seçki dairəsi üzrə 8,5, 16 saylı Yasamal 2-ci seçki dairəsi üzrə 11,7, 17 saylı Yasamal 3-cü seçki dairəsi üzrə 8,9, 18 saylı Nərimanov Nizami seçki dairəsi 8,7, 19 saylı Nərimanov 1-ci 8,1, 20 saylı Nərimanov 2-ci 9,1, 21 saylı Nəsimi 1-ci 10,8, 22 saylı Nəsimi 2-ci 10,5, 23 saylı Nəsimi Səbail seçki dairəsi 10,2, 24 saylı Nizami 1-ci seçki dairəsi üzrə 9,9, 25 saylı Nizami 2-ci seçki dairəsi üzrə 9,6, 26 saylı Sabunçu 1-ci seçki dairəsi 10,7, 27 saylı Sabunçu 2-ci seçki dairəsi 11,1, 28 saylı Sabunçu 3-cü seçki dairəsi 10,7, 29 saylı Səbail seçki dairəsi 9,2, 30 saylı Suraxanı 1-ci seçki dairəsi 6,3, 31 saylı Suraxanı 2-ci seçki dairəsi 6,4, 32 saylı Suraxanı 3-cü 6,7, 33 saylı Xətai 1-ci seçki dairəsi ilə seçicilərin 9,8% saat 10-a olan 10-a qədər seçici fəallığı göstərmişdir. 34 saylı Xətai 2-ci seçki dairəsi 10,2, 35 saylı Xətai 3-cü seçki dairəsi 10,1, 36 saylı Xətai 4-cü 11,1, 37 saylı Nizami 1-ci Gəncə 9,6, 38 saylı Nizami 2-ci Gəncə 9,1, 39 saylı Kəpəz 1-ci Gəncə 9,1, 40 saylı Kəpəz 2-ci Gəncə 9,3, 41 saylı Sumqayıt 1-ci 9, 42 saylı Sumqayıt 2-ci 8,9, 43 saylı Sumqayıt 3-cü 8,8, 44 saylı Sumqayıt Xızı 10,3, 45 saylı Abşeron 13,4, 46 saylı Şirvan 11,8, 47 saylı Mingəçevir 7,5, 48 saylı Yevlax 11,2, 49 saylı Yevlax Mingəçevir 13,4, 50 saylı Abşeron Qobustan 13,5, 51 saylı Qusar 14,8, 52 saylı Quba 14,4, 53 saylı Quba Qusar 14, 54 saylı Şafran Siyəzən 14,9, 55 saylı Xaçmaz şəhər 14,6, 56 saylı Xaçmaz kənd 16,4, 57 saylı Kürdəmir 14, 58 saylı Hacqabul Kürdəmir 14, 59 saylı Salyan 13,7, 60 saylı Salyan Neftçala 15,1, 61 saylı Neftçala 14,7, 62 saylı Saatlı 13,5, 63 saylı Sabirabad 1-ci 13,7, 64 saylı Sabirabad 2-ci 16,2, 65 saylı Saatlı Sabirabad Kürdəmir 14,2, 66 saylı Biləsuvar 14,4, 67 saylı Cəllabad şəhər 14, 68 saylı Cəllabad kənd 13,9, 69 saylı Cəllabad Masallı Biləsuvar 13,6, 70 saylı Masallı şəhər 12,8, 71 saylı Masallı kənd 12,8, 72 saylı Yardımlı Masallı 12,7, 73 saylı Lənkəran şəhər 7, 74 saylı Lənkəran kənd 8,8, 75 saylı Lənkəran Masallı 10,4, 76 saylı Lənkəran Astara 14,3, 77 saylı Astara 14,5, 78 saylı Lerik 15,6, 79 saylı İmişli 13,7, 80 saylı İmişli Beyləqan 14,9, 81 saylı Beyləqan 14,9, 82 saylı Ağcabədi seçki dairəsi 13,5% seçici fəallığı olmuşdur. 83 saylı Ağcabədi Füzuli 15,1, 84 saylı Füzuli 15,4,
85 sayılı Şamaxı 13,9, 86 sayılı İsmayıllı 14,9, 87 sayılı Aksu İsmayıllı 14,1, 88 sayılı Göyçay 14,8, 89 sayılı Göyçay Ağdaş 13,5, 90 sayılı Ağdaş 12,7, 91 sayılı Ucar 13,4, 92 sayılı Zərdab Ucar 13,4, 93 sayılı Bərdə şəhər 14,5, 94 sayılı Bərdə kənd 14,7, 95 sayılı Tərtər 13,2, 96 sayılı Goranboy Naftalan 14,8, 97 sayılı Goranboy Ağdam Tərtər 13,8, 98 sayılı Şəmkir şəhər 15,4, 99 sayılı Şəmkir kənd 15,5, 100 sayılı Şəmkir Daşkəsən 15,4, 101 sayılı Göygöl Daşkəsən 15,4, 102 sayılı Samux Şəmkir 14,8, 103 sayılı Gədəbəy 14,1, 104 sayılı Gədəbəy Tovuz 14,5, 105 sayılı Tovuz 15, 106 sayılı Tovuz Qazax Ağstafa 14, 107 sayılı Qazax 12,6, 108 sayılı Ağstafa 14, 109 sayılı Balakən 14,4, 110 sayılı Zaqatala 14, 111 sayılı Zaqatala Balakən 13,2, 112 sayılı Qax 15, 113 sayılı Şəki şəhər 9,9, 114 sayılı Şəki kənd 1-ci seçki dairəsi 10, 115 sayılı Şəki kənd 2-ci 10,8, 116 sayılı Qəbələ 15,4, 117 sayılı Oğuz Qəbələ 14, 118 sayılı Ağdam şəhər 12,1, 119 sayılı Ağdam kənd 12,6, 120 sayılı Cəbrayıl Qubadlı 12,5, 121 sayılı Laçın 13,6, 122 sayılı Xankəndi 10, 123 sayılı Kəlbəcər 10,2, 124 sayılı Şuşa, Ağdam, Xocalı, Xocadan 11,9 və 125 sayılı Zəngilan Qubadlı seçki dairəsi üzrə seçicilərin 9,5%-i saat 10-a seçici fəallığı göstərmiş, aktiv olmuşlar. Beləliklə, deməli, Naxçıvan Muxtar Respublikası üzrə 7 dairə üzrə 19,3% seçici fəallığı olmuşdur. Bakı şəhər üzrə 29 dairə üzrə 10,5% seçici fəallığı göstərilmişdir. Digər regionlar üzrə 89 dairə üzrə 13,2% seçici fəallığı olmuşdur. Ümumilikdə ölkə üzrə saat 10-a seçici fəallığı 12,8% təşkil etmişdir. Bizim növbəti hesabat saatımız saat 12-də olacaqdır. Bəli, bu seçkilərin ilkin nəticələri idi. Mərkəzi Seçki Komissiyası saat 10-a olan məlumatları çatdırdı və bu məlumatlardan da